Hazırda bir kompüterin içində doğulmamış bir milçək yaşayır. Bəli, həqiqi bir milçəyin beyin xəritəsini götürüb rəqəmsal bir bədənə taxdılar. Zehin virtual bir bədənə bağlandı və milçək yeriməyə başladı. Cəhənnəm yer deyəndə özünü təmizlədi və sonra yeməyə tərəf getdi. Hamı şokda idi. Kompüterin içində işləyən bir milçək beyni milçəklərin etdiyi hər şeyi edirdi. Qəribə tərəfi heç kim bunu ona öyrətməyib. Sadəcə neyronları alıb lazımi yerə qoyublar. Heç bir təlim məlumatı da yoxdur. Sadəcə bir milçəkdəki beyni neyron yenidən inşa ediblər və bir milçəyin davranışı öz-özünə ortaya çıxır. Amma bir məsələ var. Neyronları mükəmməl kopyalamışıq, amma heç bir hormon, dopamin, serotonin kimi kimyəvi şorba yoxdur. Yəni bir zehin, qüsursuz işləyən bir bioloji maşın var, lakin bu milçəyin aclığı, hissləri, yorğunluğu həmin neyronları idarə edən maşını öyrənməsinə bağlıdır. Yəni bir növ keyfimizə bağlıdır. Bunu edən N-System isə deyir ki, milçəkdə 140 min, insanda 86 milyard neyron var. Milçək başlanğıcdır, insan isə sadəcə biraz vaxt tələb edən mühəndislik problemi də deyirlər. Belə çıxır ki, zehni olan hissləri maşına bağlı insanlar.